Və keçmişəm yeməyimə. Deməli, burada soğan, suyu tökülüyor. Soğan, pomidor, kök, biber, kartof, yağ, hamısını qovururam. Burada da qəşəng dana əti pörtətmişəm. Bozbaş kimi də belə az sulu bir şey pişirəcəm. Belə tərəvəzləri də qatmışam içərisinə ki, hər şeyin biraz dadı çıxsın. Belə qəşəng qovrulsun. Daha sonra ətini əlavə edəcəm. Burada da göyərtilərimi yumuşam. Gizlətmişəm. Reyhan, kişniş, bir də şeyim var idi. Bunun adı neydi, dəniz unuttum. Kahı özüm tapdım yenə. Belə qəşəng yumuşam. Üstlərini örtmüşəm, qurusunlar. Sonra yerlərinə yığacam. Digər növbəti başqa bir belə su çəkən qoyuram onun arasına. Məndə 2 dənə var. Onlar ancaq göyərtinə ayırmışam. Sonra da paketə qəşəng belə suyları çəkilsin. Daha sonra qoyacam. Da qovrulsun. Yavaş-yavaş ətlərini də atıb qovuracam. Sonra mən izləmə yeyirəm bu qaşıqla. Yəni heç nə olmur. Narahat olmayın. Belə. Biber zaten hər şey atdım ki, belə qəşəng tərəvəzlərin dadı çıxsın. İstəyir yavaş-yavaş ətlərini də atın, qovrulsun. Axırda suyunu əlavə edərik. Dana ətidir. Dedim, bugünə də belə yemək hazırlayaq. Duzunu da əlavə edim. Tomat da əlavə elədim duzdan. Qəşəng qovurulsun. Suyunu da əlavə edim. Suyunu da əlavə elədim. Çaydanımı sürtüm, çay qoyum. Termosumda da yoxdur. Daha sonra bir də belə biskvit pişirmişəm. Tort biskviti kimi də ortadan 2'ye bölmüşəm. İndi bunun ortasına krem çəkəcəm. Daha sonra üst-üstə qoyacağım. Bir də vişnə suyu əlavə edəcəm. Çox dadlı olur. Bu da bugünün şirniyyatı olsun. Daha sonra listlərimi yiyeyim. Ay, iş bitmir. Məşhur potnisimdə eləyəcəm. Heç belə ortasını açmağa ehtiyac yoxdur. Çünki adi bir pirog kimi bir şirniyyatda sadəcə necə deyim, biraz qalmışdı deyənə məndə krem. Ona görə edirəm. Telefonu yerləşdirdiyimi tapmadım evdə. Yəqin uşaqlar harasa qoyub bir əldən çətin olur. Ona görə videonu söndürüb təzədən edib çəkirəm. Deməli kremlədim. Üstünə belə vişnə suyu əlavə etdim. Yəni mürəbbə suyu da, vişnə mürəbbəsinin suyunu. Çox dadlı və qəşəng olur. Mənim evdə kremim və yaxud belə şeylərim qalanda həmişə hazırlayıram. İndi bunun üzərinə qoyacağım. Və bitirdim. Üst qatını da qoydum. Kremlədim. Belə mürəbbə suyundan əlavə etdim. Vişnə suyunu. Üzərinə də onun qırıqlarından belə qırıntılar tökdüm. Çox qəşəng. Eynən tort kimi alındı. O mənzərəni görməyin. Orada nə qədər bulaşıq çıxıb yenə qablar. İndi aparıb yuyacağım. Bunu da qoyacağım xadinkə. Özünə gəlsin. Ya axşam, ya gün orta uşaqlar, yoldaşım nə vaxt istəsə. Ailəm məni silkələyən ailədir. Kamera silkələnir. Neynirsən ətir vurub? Sən çim-çim eləyəcəm. Ətirlənib gəlib, ay Allah bu qız. İndi belə qoyuram bunu xadinkə. Özünü tutsun. Daha sonra kəsib yiyərik inşallah. Belə çox asan, sadə evdə olan bir şeylərlə hazırladım. Yerləşdirdim ora.
Bakın. Qəşəng qaldı orada. Biraz özünə gəlsin. Dedim biraz evi silim, ev sərinsin. Əslində təmizliyi axşam da silmişdim. Yenə də bir dənə silim dedim. O tərəfdən də silmişim. Yenə bir əldə bunu silib. Çünkü yemeği yenir burada. Ona göre Fidankil'de üst yataklarını silirler. Buran değil. Bir de yum getirmişsiniz. Vəssalam. Tertemiz parıldadı. Mebellərin üzünü də sildim hamısını. Qəşəng yeməğimiz də hazır oldu. Pişib artıq. Çay da koydum. Vəssalam. Biraz 1-2 saatlıq boşuq. İndi çıxıb eləyəcəm, xalçanı yuyacağım. Uşaqların otağının da xalçasını çıxartmışdım axı. İndi istəyirəm o xalçanı yuyaq. Daha sonra görüm nə inirik. Necə xalça yuyurum. Bunu bir də əlavə bir xalçam var. Onu qışda sərmişdim, sonra götürdüm. Amma istəyirəm yuyub qoyaq. Suyu polnat. Polnat. Suya xod verin. Bu qızların otağında xalçadır. Qəşəng. Nə olur? O tisti var ona görə. Güllərin dibini qəşəng yoldaşım eləyib çıxardıb belə. Bu iməcli eləyib həyətdə. Burada qəribə otlar bitir də. Lazımsız. Onların hamısını çıxardıb qəşəng. İndi burada çərkiyə baxın. Nə boydadır. Baxın. Ay, üstümə çarıq. Esas çərkiyə bax. Eləmə. Uşaqlar istəsin. Bura çək. Mən istəmirəm. Eləmə. Yox, mən istəmirəm. Burada nə boyda çərkiyə var. Görmək istəyən gəlsin. Mən istəyirəm mən baxım. Bax. Bu güllərimiz də baxın. Elə alıb. Ye be, orası yarsın. Ay yo, o yemiş. Ay nələmə, ay nələmə. Aylin. Все порошокluya. Qəşəng istada. Ay asfalt şilyapa. Şilyapa da tam. Sağ ol. Fikirləşirdim ki, buna kömək lazımdır. Evdə olanda sağ olsun. Kömək eləyir. Bir əl mən şoskaladım. İndi bir əldə o şey eləyir. Sürtür. Aha. Bu xalça laf təmiz olar. Kişi gücü var. Bundan kir çıxmır axı. Yoxdur ki, prosta suya vurmaq lazım. Prosta elə bir vaxtı ölmüşsən. Yox, vaxtı öldürürəm, hə. Yumaq lazımdır. İki adamsın, hə? Yaydı, hər şey yumaq lazımdır, təmizləmək lazımdır. Pərdələr, xalçalar, adiyallar. Möhkəm. Əsas ağ yerlərini sürt. Qara deyil ağ yeri. Tökmüşdüm nə qədər. Getmişdi. O istaxdı deyə quzu. İstaxdı deyə elə qalır. Bax burada. Şvabranı da gətirin. Ay da şvabra evdə. Evdə qalıb şvabra. Polu silirdim axı. Hadi bəs ver, gəl yaxam yox, hə? Tamam, gəl bəs. Belə. Ay da çəkin. Ay da yaraşır işte. Güzel yaraşır. Все, yaxalı. Niye? Get yol batma ne oldu? Şöyle təmizlənir. Qəşəng durulandı. Arxasını da durulayarıq. Oh. Güllərimə baxın. Bunu da gətirdim çölə, açacaq. Bu qabını dəyişirəm. Qəşəng bir dənə qabı əkim yoldaşımla.
Kiçik. Bu da açmışdı, indi tökdü gülləri. Elə yox, o qədər yox. Bir damcı qatdalamaq lazım. Həbsi o qədər. Keç də bala, keç. Qız bizi öldürdü. Kuzu keç. Mən? Yox. Sən get otur da, ayağında cips gəlib xalça yolan yeri. Bundan sonra bir də o bir sizin eləyəcək. Bir də altından köpük çıxır. Təzədən bunu yeni açmaq lazımdır. Bunu qəşəng belə bura qoyduq, suyu çəkilsin, sonra sərərik. Daha sonra keçirik növbəti xalçama. Yorulduq öldük, hələ uşaqlar kimi itirməkdə var. Günorta yeməyi yeməmişik. Uşaqlar kimi istəyim, günorta yeməyi ye, hamı sonra yataq. Yorulduq. Qəşəng, bu da ikinci əlidir bunu. Bu koridora sərmişdik bunu. Paris xalçasıdır, Paris. Hə. Qəşəng. Mən gedirəm mənə. Hə, getsən usta iş görmürsən, elimizə oturmuşsan bir qıraqda, get. Get evi Susinin yanına. Ayaq çox təmizdir. Hə. Çəkirəm. Çimək sonra yemək yiyib yatar. Hamı uzansın, dincəlsin. Ay, hələ öskürəm, özdə qızıldılı. Hara gedirsən? Orada bana nəsə var, götür vaxtı. Bu ne tarafı? Yox. Bunu ortanı boşalt, tamam. Onun üstünə boşalt. Yeri yoktu da. Yer yoxdur, bir dənə belə əlavə qaba boşalt. Bax, belə bir şey. Hə. Boşalt, çünki onun qıraqlarına. Bunu da belə kəsəcəyik. Qoyacaq onun ortasına. Bunu torpaqdan çıxartmaq olmaz. Torpaqdan çıxarsaq o öləcək. Tamam, o üçün. Şimdi ağzına. Bəs olmaz. Biraz qoy yerə. Biraz yenə of. Belə. Düz yani. Bu niye öyle? Gül əyilməyib. Oradan əyri əki. Elə bir. Belki belediye böyle. Böyle. Elə. İndi diblərin üstündən doldur. Kəsdim belə. Ay, burada daş var. Bir götürürüm onu da şöyle. Niye yapıyorsun? Bir dənə iş elədim, onda səhv. Eləmə. İndi orada yavaş, çox gülə toxunma. İnşallah ki, bu buna öyrəşər, hə? Nasıl taşırıyor? Su təşən kimi öyrəşəcək, hə? Əslində heç onun dibində torpaqdansa bizim torpaq yaxşı idi, bilirsən? Bu sarı torpaqda bizdə dayanma görmə torpaq. Bəs deyim, məncə çox doldurma istəyirsən. Bir dənə can suyu verək, ona da lazım idi. Onun dibində hamarla o birsin, hansı ki gül. Nə var? Əlvə batdı. Onun dibin hamarla, hər kəs. Yavaş yavaş o düyü təzəkmişəm. Yavaş yavaş. Kim daha durmaq istəyir? Bu evə gedəcək, bu çöldə qala bilməyəcək. Ya bir azca Su tökək. Həyəti də yuduq, tərtəmiz, hər yer. Orada bir dənə zibillər var, atılacaq. Bu xalçanı da bura qoyduq, suyu çəkilsin, sərəcəm. Orada güllərdən əkdik. Bu da burada. Ay, nə qədər oraları, hər yeri yumuşuq. Belə, sular çəkilsin. İndi girək evə. Evdən inirik. Oy, gəldi evə, yorulduq. Qəşəng uşaqlar çimizdirdim. Belə salat düzəltmişəm, belə göyərti qoydum. Bir dənə də belə soğanlı, qarışıq çoban salatı. Yeməyi də isitdim, üzərinə kişniş doğradım. Günorta yeməyimizi yeyək. Daha sonra çəkilişlərimə davam edərəm. Və bizi çay süfrəsində görürsünüz. 5 dəqiqə dedim, qoy uzanaq. Durandan sonra çay içərik. Bu qız ama Maykada da çox göstərmirəm. Dayanmadı. Mama kəsək, mama kəsək. Mən şirniyyat istəyirəm. Şirniyyatla çay içim, sonra yatım. Şirniyyatla çay içim, sonra yatım. Belə oturduq indi. Çay içək, atamızı da çağırıq. Sizə zuzimi göstərim mi? Alim, dəsmal niyə bura qoyum? Baxın.
Bu saatler ay yuxu... Hə, tamam. Bu saatler yuxu saatidir. Neçə saat dəyməsən yatır belə. Uy sənə qurban olum. Əli boşluğa düşür. Tamam, dəym. Qəşək bunu kəsəlim. Mən duyuram. Astı yaxşıdır. Mən içinə qoymuşam. Ha, bir qatına da qoymuşam. Hə. Ben telefonu koyayım. Böyle. Dayan kuzu ana. Bir koy telefon koyayım. Dadına baxdım, bu hissə uca getdi. Çox qəşəngdir, dadlıdır. Vişnə özü çox gözəl dad verir. Belə turş məzə, qəşəng məzə açan. Mamasan gəlir. Hə, tamam, gəlsin. O yavaş. Evə gəlir. Hə. Həyatda oturmuşdu. Bir də gözməyim gəlir evə. Nə bu çubuq? Necədir? Deyil. Merhaba. Xoşunuz gəldi. Uca kusok bitib. 2 kusok üzər sonlanıb. Hüseyin. Merhaba. Hüseyin. Nuş olsun. Abi biraz yavaş. Aylin çok sevdi. Belə çayımızı içək, biraz dincələr. Bilmirəm, bunun arxasına çəkərəm nələrsə, yoxsa çəkmərəm. Hələlik ki, bu kameranı bağlayayım, çayımı içeyim. Biraz Fidan, nə olub? Altına boşqaf qoy. Altına boşqaf qoymuyor, belə gəlib başlayıb. Çayımı içeyim, biraz dincələk. Çox yorulduq, həqiqətən bugün çox iş gördük. Belə. Ha, yenə. Yaxşı, gözlə.